Hə, yəni məsləhət görərdim ki, ümumiyyətlə eyni zamanda necə məsəl üçün sanki elə bir ki, eyni zamanda 2-3 dənə müəllim yanına gedirsiniz, düzdürmü? Və yaxud bəzən olur ki, düşünürlər ki, həmən məsələn sizlə məşğul oluram, elə şagirdlərim də olub da. Sizlə məşğul oluram. Eyni zamanda YouTube-da bir neçə rus dili səhifələrini də izləyirəm. Deyirəm elə ona görə sənin beynin qarışıqdır da. Başa düşürsünüzmü? Yəni ki, ona bənzəyir. Mən məsəl üçün, mənim metodikam bu cürdür. Mənim kitabım məsəl üçün bu cürdür. Düzdürmü? Zaten dərsimizi mənim kitabıma əsasən keçəcək. Yəni bəzi fərqlilik olacaq. Nəyi gətirirəm? Eyni zamanda da başqa bir müəllimin də kitabını oxuyanda ucu qalırsınız ortalıqda. O deyirlər, ata-babalarımızın sözü var, iki tərəfə baxan həmişə kör olur. Yəni bilmirsən hara fokuslanasan, bilmirsən nəyi yadında saxlayasan. Yəni ona bənzəyir. Axanına buraxın. Mən məsəl üçün nə lazımdırsa, onu sizdən tələb edəcəm, onu sizə verəcəm ki, məsələn, bax bunu təkrarlayın, bax bu məsəl üçün oxuyun. Nə bilim, uşağınızla məsəl üçün cizgi filmlərdir, düzdürmü? Rus dilində. Baxmayaraq ki, körpədir. Yəni o uşağı aysa bəhanə eləyib o uşağı, siz də eyni zamanda cizgi filminə baxın. Sonra daha yüksək filmlərə, yəni hansı janrda sevirsinizsə, onu mənə deyəcəksiniz. Mən sizə deyəcəm ki, bax belə-belə filmlər, hansı ki özüm baxmışam da, belə deyim. Baxa bilərsiniz, rahat şəkildə. Elə də, yəni çalışın ətrafınızı, bax məsəl üçün qismən eləyirsiniz indi. Gələcəkdə də çalışın təkcə müəllimlə məşğul olmaq yox, eyni zamanda da məsələn adi yoldaşınla danışırsan, düzdürmü? Sadə cümlələri rus dilində de. Məsəl üçün yoldaşına mesaj yazırsan, evə nəsə lazımdır, düzdür? Onu rus dilində yaz. Sonra məsəl üçün paltar mı ütülüyürsən? Məsələn, türk seriallarını belə məsələn baxırsınız da, rusların özü belə türk seriallarından ötürü ürəyi gedir. Amma rus dilində baxırlar, türk dilini bilmirlər ki. Deməli, rus dilində var. Aysa, həmən o sevdiyin türk seriallarına bəli, düz edirsiniz. Məsəl üçün, türk serialına mı baxırsınız? Sevdiyiniz hansısa türk serialdır, onu rus dilində baxın. Cizgi filmlərə baxın. Hər şey. Bilirsiniz nə də, insan istəyəndə şərait axtarır, insan istəməyəndə bəhanə axtarır. Bəzən məsəl üçün deyirlər, sizin uşağınızın 1 yaşı var, Allah saxlasın, düzdürmü? Amma siz ona baxmayaraq çalışırsınız, öyrənəsiniz. Deməli, insan istəyəndə o şəraiti tapa bilir, o yarada da bilir. Uşağınız yatdı, eyni saatda siz məsəl üçün dərsə qoşulursunuz, düzdür? Deməli, tapmaq olar. Nəyisə sevirsinizsə, nəyə həvəsiniz varsa, onun yolunu da mütləq şəkildə tapacaqsınız. Qalanları hamısı boş şeylərdir mənim üçün. Yemək pişirirsiniz, məsələn. Gözünüz yemək, əliniz yemək pişirir, düzdür? Gözünüz nə edir? Açırsınız YouTube-da hansısa verilişimi, hansısa serialımı, ona baxırsınız. Məsələn, paltar mı ütülüyürsünüz? Əliniz paltar ütülüyür, gözünüz nə edir? Qulağınız nə edir? Rus dilində məsəl üçün mahnıya qulaq açsın, sevinə-sevinə də məsəl üçün paltarınızı da ütülüyün, evləri də təmizləyin, düzdür? Əladır da. Çölə çıxırsınız məsəl üçün, çölə havaya çıxardırsınız kolyaskada. Uşağınız məsələn, çox uşaqlar havada yaxşı yatırlar, düzdür? Boşu-boşuna oturub saatlarla onun dəqiqəsini gözləyərək. Görürsünüzmü, kitabım da elektron variantdadır. Açdınız kitabı, elə gəzinti vaxtda. Bir yarım saatda 3-4 dənə cümlə, 10-15 dənə cümlə öyrənə bilərsənmi? Baxır yaddaşın necədir? Deməli, səmərəli vaxtın yetdi. Və salam.